40 yaşdan sonra beyninizə nə baş verir? Bunu bilməniz üçün videonu sona qədər izləyin və bəyənməyi unutmayın. 40 yaşdan sonra beynimizdə baş verənlər bizim seçimlərimizdən asılıdır. Adətən 40 yaşdan sonra bir çox insanda adların unutduğunu, diqqətinin azaldığını, əvvəlki qədər sürətli düşüncə tərzi ola bilmədiyini dilə gətirir. Yaxşı xəbər odur ki, yaddaşın qorunması üçün isə təsirli metodlar mövcuddur. 40 yaşdan sonra beyninizi qorumağın 5 elmi əsaslı yolu bunlardır. Birincisi, bol hərəkət edin. Müntəzəm fiziki aktivlik beyninə qan axınını artırır, yeni sinir əlaqələrinin yaranmasını stimullaşdırır və demensiya riskini azalda bilər. İkincisi, qan təzyiqinizi, şəkərinizi, qanda xolesterin səviyyəsini nəzarətdə saxlayın. Ürək üçün zərərli olan faktorlar eynilə beyin üçün də zərərlidir. Hipertoniya, diabet, yüksək xolesterin, yaddaş pozğunluğu riskini daha da artırır. Üçüncüsü, keyfiyyətli yuxu yatın. Yuxu zamanı beyin gün ərzində toplanan bütün məlumatları emal edir və təmizlik prosesini həyata keçirir. Xroniki yuxusuzluq yaddaşa çox mənfi təsir göstərir. 4. Beyninizi məşq etdirin. Yəni, yeni dil öyrənmək, kitab oxumaq, musiqi aləti çalmaq və ya yeni bacarıqlar əldə etmək həm də beyin resurslarını artırır və yaşla bağlı geriləməni ləngidə bilir. 5. Sosial əlaqələrinizi qoruyun. Araşdırmalar göstərir ki, aktiv sosial həyat keçirən insanlarda koqnitiv zəifləmə daha gec inkişaf edir. Unutmayın, yaddaş itkisi yaşlanmanın qaçılmaz hissəsi deyil. Beyin sağlamlığına bugündən yatırım etsəniz, gələcəkdə özünüzə təşəkkür edəcəksiniz. Sonda isə bu videonu bəyənin və davamlı olaraq unutqanlıqdan şikayət edən dostlarınızla bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın.